Tamam. Başlayalım. Şu anda hələlik mikrofonlarınızı bağlayın, zəhmət olmasa. Uşaqlar, başlaya bilərik. Bilirəm yorğunsuz, bilirəm gün sonudur, eyni şəkildə məndə də elədir, amma hər birinizi, belə deyim, pozitiv enerji ilə yükləmək istəyirəm ki, qəşəng çayınızı qoyun böyrünüzə, meyvənizi qoyun, nə bilim, yüksək əhval-ruhiyyədə dərsə lazım. Çünki həqiqətən mən sizi buradan görə bilmirəm deyə, heç cür sizə deyə bilmərəm ki, kiməsə bura bax, mənə bax, diqqətin mənə ver. Könüllü şəkildə qoşulmusunuz, çox sağ olun, təşəkkür edirəm. Bu dərsi deməyin ki, əşi bugün yorğunam, sonra YouTube-da qulaq asaram. İnanın ki, o sonra elə bugündür. Sonra heç vaxt olmur. Biz özümlə qarışıq, sonra heç nəyə vaxt tapa bilmirik. Anda nəyisə öyrənə bildiksə, elə indi öyrənin. Yəni bu 1 saat vaxtı boşa harcamayın. O zaman artıq mən başlayıram və inşallah ki, növbəti, yəni bu 1 saatda mən sizlə keçdikcə bəzi uşaqlar səslərini aktiv edib fikirlərini bildirə bilirlərsə, nə xoş mənə. Deməli, mən birinci budaqlanan alqoritmlə başlamaq istəyirəm. Çünki budaqlanan çox asandır. Xəttələrə çox girişmirəm. Demək olar ki, xəttini rahat işləyirsiniz. Amma təbii ki, yenə də deyirik, danışmaq üçün birinci hərfləri. Səsim çox qırılır. Hamı da elədi, yoxsa bir nəfərdə? Hə. Tamam. Onda bir nəfər üçün səs qırılırsa, deməli sizin şəbəkənizdəndir. Ya yenidən qoşul, ya da bilmirəm indi nə etmək olar. Deməli, uşaqlar, ilk öncə olaraq biz təbii ki, hər şeyin başında olduğu üçün birinci xatırlayırıq, bizə lazım ola biləcək blok sxemlər. Mən ola bilər ki, bunu artıq dəfələrlə təkrarlayıram, amma bəzi uşaqlara görürəm ki, hələ də ehtiyac var. Həm də biz Pythonda bəzi komandaları keçmişik deyə, gəl baxaq görək, bəzi blok sxemlərin Pythondakı komanda olaraq, funksiya olaraq qarşılığı nədən ibarətdir? Bizim ümumiyyətlə istifadə etdiyimiz ən sadə formalardan biri ovaldır ki, bu bilirsiniz ki, yalnızca başlanğıcı və sonunu ifadə edir. Yəni, siz alqoritm başlayanda bunun içində baş və yaxud da alqoritm bitəndə son yazacaqsınız. Mən bir dənə oval içində baş son yazıram, elə bilmirəm, ikisi bir yerdə yazılır. Xeyr, alqoritm başladıqda baş, ən sonda isə komandalar tutardıqdan sonra son. Yəni, baxın, Python proqramlaşdırma dilində heç bir komanda yoxdur ki, sənə sırf başlanğıcı və sonunu ifadə edən bir operator olsun. Çünki Pythonda belə bir şeyə ehtiyac yoxdur. Kodlar sadəcə olaraq elə hardan yazılırsa, oradan ardıcıl şəkildə interpretasiya olunmağa başlayır. Növbəti ən vacib formalarımızdan biri paralelogramdır ki, biz paralelograma bilirsiniz ki, nə deyirik? Daxil etmə və xaric etmə bloku. Daxil etməni biz deyirik nə kimi? Yəni, Pythonda qarşılığı hansı funksiya kimi? Input kimi qəbul edirik. Buna giriş bloku da deyirik həmçinin. Giriş bloku. Və xaric etmə kimi isə biz bunu print funksiyası ilə əvəzləyə bilirik və buna da deyirik çıxış bloku. Özünüzdə həmişə belə əlaqələndirməyə çalışın. O görək, inşallah qoşulub tutara bilsələr, dərsimizə başlaya bilərik. Paralelogramın içində nə yazılır yada salaq? Paralelogramın içində yalnız dəyişəni elan edə bilərsən. Bir paralelogramın içində bir neçə dəyişən vergüllə ayrılmaqla yazıla bilər. Amma paralelogramın içində dəyişəni qiymət mənimsədə bilməzsən.
Yəni, alqoritmin başlanğıcında, məsəl üçün, x, y dəyişənlərini elan etməlisən. Amma bunun üçün də dəyişənə konkret qiymət vermək və yaxud da hesab, əməliyyat apara bilməyimiz mümkün deyil. Və dediyimiz kimi, biz həmin x, y-ə qiymət vermək istəyiriksə də x bərabərdir input yazısını vermək sanki əvəz edir bizim bu blok sxemimizi. Elə bil, belə başa düşək. Əgər mən x, y parallelogram içində vermişəmsə də, bunun Python-dakı qarşılığı x bərabərdir input, y bərabərdir input. Amma biz bir şey xatırlamalıyıq ki, əgər proqramda mənə sətir tipli, klaviaturadan daxil olan sətir tipli kəmiyyət verirsə, o zaman mən inputu götürə bilərəm. Sadəcə input, düzdürmü? Amma mənə deyilsə ki, proqramda, məsəl üçün, klaviaturadan daxil edilən tam ədəd, hamınız bilirsiniz ki, biz nə yazmalıyıq burada? Int. Input qeyd etməliyik ki, int input klaviaturadan daxil edilən tam dəyəri bildirir, tam ədədi. Amma klaviaturadan daxil olunan həqiqi ədəd deyərsə, biz o zaman inputu float funksiyasının içinə yaza bilərik. Bəli, funksiyalar iç-içə yazıla bilir. Görürsünüzmü ki, həm inputu, həm int inputu, həm float inputu, hər üçünü əvəz edən kimdir? Parallelogram. Yəni, parallelogramda xüsusi hal yoxdur ki, biz deyək ki, orada, nə bilim, tam ədəd üçün ayrı blok sxem çəkək, həqiqi ədəd üçün ayrı. Yəni, istənilən dəyişənin daxil olunmasını əks etdirəcək blok parallelogramdır. Və bunu belə izah etdikdən sonra növbəti, vacib bloklarımızdan biri düzbucaqlı blokudur ki, biz bu düzbucaqlıya nə deyirik? Əməliyyat bloku deyirik, hesab bloku deyirik, verilənlərə qiymətin daxil olunması bloku deyirik. Yəni, məsəl üçün, siz konkret x bərabərdir 5, y-ə hər hansı bir dəyər verəcəksinizsə, artıq bunu etməlisiniz düzbucaqlıda. Bunu əks etdirəcək bir funksiya yoxdur Python'da. Çünki bu sadəcə əmr blokudur. Hər hansı bir komanda və yaxud da operatordur. Komandalar isə heç nəsiz olduğu kimi yazılır. Yəni, siz bunu Python'da yazası olsanız, x bərabərdir 5, altdan y bərabərdir -14 yazmalısınız. Niyə aşağıdan yan-yana yazsaz proqram xəta verəcəkdir? Bu şərtlə xəta verməz, aralarında nöqtə vergül yazsaz komandanın. Amma blok sistemdə vergül yazmanız kifayətdir. Nöqtə vergülün əvəzinə 2 nöqtə yazsaz xəta verəcək. Çünki 2 nöqtələrin prinsipi bilirsiniz nədir? 2 nöqtə if-lərdə, else-lərdə, elif-lərdə, for-da, while-da 2 nöqtədən sonra enter düyməsini vuranda 4 boşluq qədər kursor sağa doğru sürüşürdür. Ona görə 2 nöqtəni adi komandada yazmaq olmaz. Yaxşı, bəs biz buna hesab bloku deyirik, əməliyyat bloku deyirik. Axı, sırf burada bir əməliyyat aparmadıq biz. Bir dəyişənə qiymət mənimsətdik. Bəli, doğrudur. O zaman biz istənilən bir hesablamanı, məsəl üçün, s bərabərdir, s üstə gələk. İstənilən hesabi ifadələri toplama, çıxma, nə istəyirsən yaz. Ağlına gələ biləcək bütün ifadələri düzbucaqlıq etməlisən. Yenə də hər hansı bir operatorun yazılması Python'da heç bir funksiyanın daxilində deyil. Bax, bunu sən Python'da adi bir sətirdə, adi bir komanda kimi dövrün içindədirmi, dövrün çölündəmi? Boşluqları düzgün qoymaqla yaza bilərsən. Bu oldu əsas vacib bloklardan ikisi. Digər vacib blokumuz isə bilirsiniz ki, 3 dənə addan ibarət olan bildiyimiz romdur. Biz buna nə deyirik? Şərt bloku da deyirik, seçmə blok da deyirik, bir də məntiqi blok deyirik. Bəli, 3 adın üçünü də bilməliyik, çünki bilmirik məsələlərdə bizdən hansı soruşula bilər. Zaten 3 adın üçünün də bir-birinin əlaqəsi çoxdur. Rombun içində yalnız şərt yazıla bilər deyəndə, onda deməli romb yalnızca budaqlananda və ön şərtli, son şərtli dövrü alqoritmlərdə icra oluna bilər. O zaman mən rombun içində yalnızca müqayisəni yaza bilərəm. Ki, müqayisəni bir dəfə demişəm, bir daha təkrarlayayım ki, müqayisə ifadələri alqoritmdə, alqoritm həm riyazi dili başa düşür, həm öz dilini başa düşür, həm də ki, Python dilini başa düşür. Yəqin ki, bunu xatırlatmağa ehtiyac yoxdur. Ən çox yadda çıxan hansı işarələrdir?
Fərqli dil işarəsini alqoritmin içində necə yaza bilərik? Riyazi dil olaraq bərabərdir üstündən xətt, Python dili olaraq nida bərabərdir, alqoritmin öz dili olaraqsa kiçik böyük işarəsi qarşı-qarşıya. Amma Python-ın qəbul elədiysə təkcə bu işarətdir. Riyaziyyatın qəbul elədiysə təkcə bu işarətdir. Biz alqoritmi, riyaziyyatın və bütün proqramlaşdırma dillərinin anası kimi qəbul etdiyimizə görə ana bütün balların dilini başa düşməlidir. Bir də bərabərlik operatorlarında bəzən problem ola bilir ki, riyaziyyatda bərabərliyi göstərmək üçün bir bərabərlikdən, alqoritmin özündə də bir bərabərlikdən, amma Python'da isə bilirsiniz ki, iki bərabərlikdən istifadə olunur. O zaman vacib yerlərdən biri nədir? Şagirdlər rombun istifadə olunduğu budaqlanan və dövrü alqoritmi strukturunu düz əks etdirmirlər vurduqda. Yəni necə? Budaqlanan alqoritmdə indi yuxarıda nə komanda olursa olur da. Burada istənilən şərti yazdıqdan sonra anlamaq lazımdır ki, budaqlanan alqoritmi qurmaq üçün bunun qolları sola və sağa ola bilər. Yəni baxın. Biri görürsən aşağıdan çəkir, birini buradan çəkir. Üç qollu olur alqoritm, yəni uşaqlar qurur, beləsini görmüşəm. Konkret səliqəli çıxması üçün qollarını hə və yox deyə sola və sağa ayırır. Yoxda hər hansı bir əməliyyat icra olunsun. Hədə də bir əməliyyat icra olunsun. Konkret vahid xəttlə birləşərək alqoritmin sonuna doğru hərəkət etmiş olsunlar. Bu nə oldu? Budaqlanan alqoritm. Tamam. Bəs dövrü alqoritmin bundan fərqi nədir? Ki, biz bilirik ki, dövrü alqoritmdən iki yerə ayrılır. Biri ön şərtlidir, digəri isə son şərtlidir. Strukturundan asılı olaraq başa düşürük ki, ön şərtli o demək ki, birinci dövrü idarə edən romb gəlir. Yenə şərt yazırsan burada. Bax, ön şərtli dövrü alqoritminin budaqlanından bir fərq odur ki, burada dövrə, bax, görürsünüz aşağı xəttdən girir. Burada amma yoxdur. Hə deyərək girir, yox deyərək də girməyimiz mümkündür. Amma biz ən çox quranda, özümüzü sərbəst quranda, hə deyərək dövrə girəcəyimiz blok sistemləri quracaq. Hə deyərək dövrə giririk və burada dövrü əhatə edən əməliyyatları yazdıqdan sonra görürsünüz biz istiqamət oxu hara aparır. Dövrün bir qolu gəlir, bax, buna baxın, görürsünüz, gəlir bura, şərti yoxlayır, bir də gəlir. Bir də gedir, bir də şərt yoxlanır, bir də icra olunur. Nə vaxta kimi? Biz bunun tərkibindəki şərtə yoxlayana kimi. Baxın, bu struktur arasında dağlar qədər fərq var. Birində dövrlük görülür, birində yox. Bunun da çıxış qolunu yoxda nə yazacaqsansa, sonradan alqoritmin sonuna doğru gedəcəksən. Və eyni şəkildə son şərtlə dövrü alqoritmi icra etməkdən ötürü dövrün tərkibində olan komanda birinci yazılır, sonradan şərt yoxlanılır. Şərt ödənirsə də yenə diqqətli baxın. Buradan da gələ bilər bunun üçün, buradan da geri qayıda bilər. Məsəl üçün, hə deyərək dövrə girirsən, ox bu səfər qaytarır adi komandaya, digər qolunla da yox deyərək alqoritmi sonlandırılmış olaraq nəticəyə varmış oluram. Yəqin ki, geri qayıdan oxun icra olunduğu yerin hamı indiyənə qədər dövrü alqoritmi olduğunu başa düşür. Yox, başa düşməmişsinizsə, yenə də anlamadınızsa da buyurun fikrinizi deyin. Bizim növbəti blok sxemimiz qaldı 6 bucaqlı. Hansı ki, bilirsiniz ki, 6 bucaqlı da bizim nəyimizdir? Modifikasiya blokumuzdur. Modifikasiya blokunu da Python'da reallaşdıran for operatorudur. Bir daha bunu sizə yadınıza salıram. Modifikasiyanın içində əsasən i dəyişənini görürük, amma dəyişən təbii ki, ağzınıza dəyişən deyirsiniz. İstənilən dəyər ola bilər. İ'nin qiyməti 3, 18'dirsə, o zaman biz bunu for'da necə yaza bilərik? For i in range. Düzdürmü? Oradakı 3-18 aralığında i qiymət alırsa, burada 3-19 götürəcək. Səbəb? Çünki biz burada buna nə deyirik? Bu bizim ilk həddimizdir. Bu bizim son həddimizdir. Addım göstərilmədikdə bir-bir gedirik. Yəni, riyazi olaraq i'nin aldığı dəyərlər 3-18 aralığındadır ki, hər ikisini götürür. i 3-dən 18'ə qiymət alır. Və neçə dəfə dövrə giririk sorçulas olsa, 18'dən çıxıram 3, üzərinə gəlirəm 1, deməli, mən 16 dəfə dövrə girmiş oluram. Amma burada 3-19 götürməyimə səbəb oldu ki,
Burada i-nin aldığı ilk hədd 3, amma son hədd nədir? Bundan belə deyək də 19-dan çıxaq 1 olaraq qəbul edilir. Riyazi olaraq yazsam, i-nin aldığı dəyərlər parça 3, bir də yumru mötərizədə 19 olaraq götürülür ki, yəni bu da nə deməkdir? Yenə i-nin aldığı dəyərlər 3-dən hara gedir 18-ə qədər. Növbəti hissədə mən bura addım qoymaq istəyirəmsə də, altıbucaqlıda da addım vergül qoyularaq 3-cü hissədə yazılır ki, 4 qoymaq istəyirəmsə də. Artıq demək istəyirəm ki, i-nin qiymətləri 3-dən 18-ə qədər kimi sözlərin həmin son dəyərin özünün də götürülməsini əks etdirir. 3-dən 18-ə qədər 4 gedirəm. O zaman çox vaxt uşaqlar 3-ü götürmür, birbaşa 7-dən başlayır. 3 ilk həddi götürülməlidir. Üstünə 4 gəlirəm 7, 4 gəlirəm 11, 4 gəlirəm 15, 4 gələndə 19 edir və son həddimi açdığıma görə yekunlaşaraq i-nin bu qiymətlərinə görə deyirəm, dövrə 4 girəcəm. Eyni addımı rangedə də götürə bilərik, vergül qoyularaq 3-cü arqumenti qoymaqla i-nin aldığı dəyərlər yenə də olacaqdır nə? 3, 7, 11 və 15. 15-in üstü 4 gəlinə normalda 19 burada olsaydı götürürdüm. Amma rangedə götürülmədiyinə görə i-nin bu qiymətlərini yekunlaşdıraraq burada da dövrə 4 dəfə girdiyimi anlayıram. Range ilə bağlı biz bəzi məqamları da demişdik. Onu artıq misalların içində təkrar eləyəcəyik. Hələlik ümumi blok sistemləri haqqında bu qədər. Artıq birbaşa keçirik. Biz deməli dövriyə yox. Aha. Budaqlanan hər hansı bir riyazi məsələlərdir, riyazi düsturlardır, riyazi verilənlər əsasında budaqlanan alqoritmlərin qurulmasına. Mən bacardıqca bir tipi etdikdən sonra bacardığım qədər növbəti tipi artıq sizə izah etməyəcəm. Bunu evə verəcəm bu tapşırığı. Məsəl üçün, ən sadələrindən başlayırım. Girişə verilən 2 müxtəlif ədədi müqayisə edin. Baxın. İlk öncə olaraq sən məsələnin qovuluşunu, o demişdi ya Python'da da, təhlili düzgün eləməlisən. Təhlil hər bir cümləni oxuyandan sonra nəticə çıxartmaq deməkdir. Deməli, bizə deyir ki, girişə verilən 2 müxtəlif ədədi müqayisə edin. Mən hələ müqayisəni qoyuram qırağa. Birinci başa düşməliyəm ki, buradan girişə neçə dənə ədəd verilməlidir? 2 dənə. Baxın, mən bunu 3 yerə böləcəm. Deməli, birini eləyəcəm riyazi dildə. Siz də hələ ki, belə başa düşünün. Birini riyazi dildə başa düşdüyümü yazacağım. Birini yazacağım blok sistem, yəni alqoritmdə. Birini isə qeyd eləyəcəm Python'da. Siz belə yazaraq istənilən proqramın öhdəsindən gələ biləcəksiniz. Mən riyazi tərəfində başa düşürəm ki, mənim 2 dənə müxtəlif ədədə ehtiyacım var. Və mən dəyişən olaraq əsaslandırıram bunları x və y-lə. Mən bu ədədləri müqayisə etməliyəm. Baxın. İkinci, bu ədədlər necə müqayisə oluna bilər? Ya x y-dən böyük ola bilər, ya da başqa nə ola bilər? X y-dən böyük deyilsə, y x-dən böyük olar və yaxud da bərabər ola bilər. Ona görə mənim burada lazımdır 2 dənə şərtim. Ya da x y-dən kiçik ola bilər. Çünki şərtə ehtiyac yoxdur. Çünki bu iki şərtdən biri ödənməlidir, deməli x y-ə bərabərdir. Amma zaten bizim ikinci şərtə də ehtiyacımız yoxdur. Niyə? Burada 2 müxtəlif ədəd sözü yazılıbdır. Onda mən deməli şərt blokumda bircə dənə şərt istifadə edəcəm. X y-dən böyükdürmü? Ya hə qolunda hə əməliyyatı icra edəcəm, yox qolunda yox əməliyyatı. Baxın, müqayisəni də etdikdən sonra böyük ədəddən kiçik ədədə çıxmaq. Deməli, o zaman mən fikirləşirəm, bu şərtin riyazi olaraq bir hə qolu olacaqdır, bir də yox qolu olacaqdır. Mənə deyir ki, böyük ədəddən kiçik. Onda hə qolunda x y-dən böyük olduğuna görə bir c dəyişəndən mənimsədəcəm ki, x-dən y çıx. Yox qolunda isə yenə bir c dəyişəndən mənimsədəcəm y-dən x çıx. Və nəticədə məsələnin həll alqoritmini blok sistemini qurmalıyam. Bu riyazi verilənləri başa düşdükdən sonra mən niyə də qurmuyum? O zaman gəlirəm, birinci komandada x, y-i daxil etməliyəm. Daxil etmə bloku kimi nə başa düşürəm? Parallelogram. Bir parallelogramda 2 dənə dəyişən verilə bilər. Növbəti şərti qurmaq üçün mənim romba ehtiyacım var. X böyükdür y deyərəkdən
Hər qolunda başa düşürəm ki, burada böyük olan x-dir. Hər hansı bir əməliyyat blokunda C dəyişəninə mən C yazdım, istənilən dəyişən yaza bilərsiniz. Deyil, böyükdən kiçik ədədi çıxaraq çıxışa versin. Niyə mən yox qolunda bir daha deyirəm, növbəti şərti elan etmədim? Çünki bəri başlanan ədədlərin müxtəlif olduğunu deyir. Onda ehtiyac yoxdur deməli. O zaman növbəti düzbucaqlıda isə siz C bərabərdir Y-in böyük olduğunu başa düşərək Y-dən x çıxırsınız. Və bu dövrü olmadığına görə istər yox qolundan, istər hər qolundan gələn xəttlər vahid xəttə birləşərək bunların fərqini çıxışa verən C dəyərini çapa verir. Çapa verdikdən sonra isə son deyərək proqramı yekunlaşdırıram. Python qaydasından keçəsi olsa, baxın, bizə iki müxtəlif ədədi deyirsə, elə siz buna int input verməklə kifayətlənə bilərsiniz. O zaman ayrı-ayrı amma bunu yazmalıyım. X-ə bərabərdir int input. Olmaz yazmaq ki, x vergül y bərabərdir int input. Xeyr, proqram xəta verir. Və yaxud da y bərabərdir int input. Bu sətirləri də yazdıq. Artıq yada salaq. Biz şərt operatorunu Python'da istifadə etmək üçün, daha doğrusu şərt blokunu istifadə etmək üçün hansı şərt operatorundan istifadə edirik? Görsünüz, heç bir sürüşdürmə yazmıram. X, Y-dən eyni səviyyədə yazıram. If şərt operatorundan istifadə edirik. Böyükdür müqayisəsi Python'dakı kimidir. Sadəcə böyükdür işarəsi yazıram, Y qoyuram. İki nöqtəni yazmağımda səbəb oldu ki, enter düyməsini, yəni növbəti sətrə düşmək üçün olan düyməni vurduqda, hər qolunun Python'da yazılması üçün 4 boşluq qədər proqram kursoru sağa atır. Və artıq sən bu hissədən yazırsan C bərabərdir x minus y. Deməli, bizim şərtimizin yox qolu if-lə eyni səviyyədə əsaslanan else komandasıdır ki, else-də də iki nöqtə qoymamızda səbəb oldu ki, enter düyməsini vuranda yox qolunda icra olunan komandamız else-in aşağısında 4 boşluq qədər sağda yazılır. Və yenə də eyni şəkildə C bərabərdir yazıram y minus x. Birdən də bir söz deyim uşaqlar, bəzən misallarda rast gələ bilərsiniz ki, if-in hər qolu if-in qabağında yazıla bilir. Heç bir xəta vermir, doğrudur. Eyni şəkildə else-in, yəni yox qolunda icra olan komanda else-in qabağında olar. Qabaqlarında ola bilər, amma aşağılarında, düz altlarında eyni səviyyələrində ola bilməz. Və baxırsınız ki, C harda çap olunur uşaqlar? Buna sərbəst deyirlər. Yəni deyirsən, yox qolundan da gəlsən, hər qolundan da gəlsən, çap etməlisən. Python'da sərbəst ədlər harda yazılırdı? If, else-dən eyni səviyyədə, çap etmə funksiyası isə bizim print C idi. Xahiş edirəm, hər proqramdan sonra bir adam, hər qrupda olan bir adam ekranın skrin etsin və qrupu açsın. Buna dair kiminsə hansısa sualı var, müəllim, bu komandanı niyə yazmışsınız? Sonra mənə deməyin, mən yaza bilmirəm uşaqlar. Aydındır? Yoxdur heç bir sualımız. Skrin də elədiniz yəqin ki, sürətlisiz. Deməli, bir dənə bu tiplini izah etmək istəyirəm. Niyə? Hələ də uşaqlar girişə verilən ədədin tək və yaxud da cüt olub olmadığını müəyyən edən şərti təyin edə bilmirlər. Mən yenə ilk öncə olaraq riyazi qaydasından yenə birinci riyazi qaydasından, ikincisi block scheme qaydasından, bir də üçüncü Python dilində bu proqramı tez-tez yazmağa çalışacağım. Riyazi qaydada yenə baxıram. Girişə verilən ədədin. Bu səfər girişə verilən ədəd deyirsə, onda mənə bir dənə dəyişən lazımdır. Tək və yaxud da cüt olduğunu. Yadınızda saxlayın, siz şərt blokunda ədədin tək olduğunu belə göstərə bilərsiniz. Ədədinizi 2-yə bölüb, qalığı 1-ə bərabər edə bilərsiniz. Bunu bir bərabərliklə də yaza bilərsiniz. Deməli, bu nə deməkdir? Tək ədəd. Və yaxud da ədədi 2-yə bölüb, qalığı 0-dan fərqli edə bilərsiniz. Bir daha deyirəm. Bu iki şərt bizim ədədimizin tək olduğunu göstərən şərtdir. Bəs cüt olduğu nədir? X-i 2-yə bölürəm, qalığı 0-a bərabər edirəm. Və yaxud da X-i 2-yə bölərək qalığı 1-dən fərqli götürürəm. Bu da bizim cüt ədədləri təyin edən şərtimizdir. Riyazi olaraq sən bunu başa düşürsənsə, artıq bizdə sadəcə deyir ki, ədədin tək və yaxud da cüt olub olmadığını. Bəli, blok sxemlərdə cüt, tək, hə, yox, bəli, xeyr kimi sözlər də yazıla bilər. O zaman getdik. X-i daxil etmək üçün mənim nəyə ehtiyacım var? Paralelogranda X-ə.
Bu heç bir dövrlüyü təşkil etmir. Sadəcə olaraq cari ədədin tək və ya cüt olmağını söhbət edir. Şərtləri yaza biləcəyimiz yenidən romb gətirirəm. Tək və ya da cüt olub olmadığını. Mən bir dənə tək şərtlərindən ikisinin birini versəm mənə kifayət edir. X-i 2-yə böləndə qalıq 1-ə bərabərdirmi? Artıq həqiqolunda nə yazacaq? Tək. Sonra deyir ki, 1-dir. O zaman birbaşa parallelogram çap bloku olduğuna görə yazıram tək ədəddir. Bunun yoxluğunda yenidən cütü yoxlayan şərtə ehtiyac yoxdur ha. Zaten mənim ədədim tək deyirsə, ədədin tək yaxud da cüt olma şansı var. O zaman da başqa bir paralelogramda dırnaqda yazırıq ki, cüt ədəddir. Yenidən bunlar birləşərək heç bir şeyi çap etmirlər. Çünki çap etmə bizim blok sxeminin həqiqi qolundadır. Sadəcə olaraq sona doğru getmiş oluruq. Python'da icra eləyəsi olsaq, x bərabərdir, verilən ədəd deyir deyə yenə int input yazırıq. Int input qeyd edirik. Əla. Növbəti şərt qolunu ifadə etməkdən if operatorunu qoyuruq. X-in 2-yə bölünməsindən alınan qalıq 1-dir, 2 dənə bərabərliklə yoxlayıram. Artıq tək ədəd deməkdir. 4 boşluq qədər sağda çap etmə print funksiyasıdır deyə. Print dırnaqda tək ədəddir. Cümlə də yaza bilərsiniz. Nə istəyirsiniz yazın. Şərtin yox qolunda olan komandanın isə else-in altında 4 boşluq qədər print funksiyasının içində yazıram ki, ədəd nədir? Cütdür. Artıq nə oldu? Bax, bu izahla da mən bu tək cüt olmağına da eləyirəm, son qoyuram. Uşaqlar var ki, götürür, tək cütü belə götürür. X-in tam bölünməsi 2-yə, nə bilim, bərabərdir 0-a və s. Bu yanlışdır, hətta yanlışdır. Aydındır. Qeyd götürdünüzsə, skrin elədirsə çıxıram. Bunu yenidən bərpa eləyə bilmirəm, ha, çünki mən hər dəfə bunu yeni edirəm deyə kəsəndə. Ona görə biraz diqqətli olun. Olmasa isə videodan götürə bilərsiniz. Artıq 130 tipini özünü eləyə bilərsiniz. Diskriminantı xüsusi olaraq sizə göndərmişəm və mən hansı vaxt diskriminantı sizdən istəyirəmsə də o 3 dənə meyardan birinə uyğun yazın. Bir dənə bu tiplini izah etməyə çalışacağım. Çünki bəzi uşaqlar aramızda var ki, hələ də bunları düzgün qurmur. Deyir ki, verilmiş belə bir funksiyanın qiymətinin hesablanması algoritmini blok sxem vasitəsilə təsvir edin. Mən yenə də bunun həm blok sxemini qurmağa çalışacağım, həm də Python'da yazmağa çalışacağım. Xahiş edirəm, çox diqqətli olaq. Birinci, sən bilməlisən ki, ən birinci təhlil edirsən. Yenə, mən bunu birinci riyazi olaraq təhlil edirəm. Ən birinci. Sonra edəcəm blok sxemini, blok sxem. Sonra da bunu Python'da qurmağa çalışacağım ki, Python'da buradan yazalım. Riyazi təhlil necə olur? Müəllim, nə bilməliyik? Ən birinci, sən bilməlisən ki, y funksiyasının tapılması üçün sənin hansı dəyərinin daxil olunması lazımdır? Görürsünüz, x-in 7 ilə müqayisəsinə əsasən ifadələrin içinə də baxıram ki, başqa dəyişən yoxdur ki, yox. Deməli, mən öncədən x-i daxil edəcəm. X-i daxil etdikdən sonra mən şərt yoxlamalıyam ki, neçə dənə? 3 dənə şərt verilir. Şərtin 3-ünü də yoxlamaya ehtiyac varmı? Baxın, mən bunu keçən səfər sizə ədəd oxunda qeyd etmişdim. Ədəd oxunda sadəcə olaraq 7-ni qeyd edirəm. Niyə? Çünki bir dənə 7 ilə müqayisə var. Diqqətli baxıram, x 7-dən böyük olduqda biz nə ilə tapırıq? X kvadrat üstə gəlib 5 ilə. X 7-yə bərabər olduqda nə ilə tapılır? X kubu üstə gəlir 7. Baxın, sual verin də özünüzə. X 7-dən böyük deyilsə, X 7-yə bərabər də deyilsə, nə olmalıdır? X 7-dən kiçik olan ədədlər olmalıdır. Sən digər qollarında bu funksiyanın ifadəsini x4 çıxaq 8-dən tapacaqsan. Deməli, o zaman bizim ikinci olaraq şərt qolumuzda yoxlanacaqdır yalnızca x böyükdür 7 və bunun yox qolunda x bərabərdir 7. 2 dənə şərtdən istifadə olunacaqdır. Və geriyə qalanı artıq blok sxemin hesabı olmalıdır. O zaman gəlin baxaq görək. Blok sxemini necə quracaq? Biraz xırda-xırda yazmaya çalışacağım. Mənim bir dənə dəyişənim daxil olmalıdır deyə paralelogramda nə yazıram? X. Növbəti ilk şərtdən başlayın. Bəli? Niyə yazdıq? Yoxsa yazdıq? Niyə yazdıq deyirsiniz, yoxsa yazdıq deyirsiniz? Burada bundan başlayıram axı mən.
Bu nə deməkdir? X 7-dən böyük olarsa, sən Y-i bu ifadə ilə tapacaqsan. Yox, bu ödənməsə növbətin yoxlayarsan. X 7-yə bərabərdirsə, Y-i bundan tapacaqsan. Heç biri deyilsə, X 7-dən böyük deyil. 7-yə bərabər deyilsə, X nə ola bilər? 7-dən kiçik ola bilər. 7-dən kiçik olsa, deməli, Y bu ifadə ilə tapılacaq. Yəni, funksiya əsasən davranıram. Özümdən yazmıram. Aydındır? Yaxşı, səsiniz sürür. Birinci şərt bloğunu önə xahiş edirəm. Qarışıq eləməyin. Hansı şərti görürsən balam? Oradan da başla. X böyükdür 7-dən. Hə. Hə deyəndə özün bu cür yazırsan. Y bərabərdir. Y bərabərdir. X kvadrat üstəgələk 5. Hər şərtin qabağında olan operator o şərtin həll olub deməkdir. Baxın. 3 şərt varsa da ümumiyyətcə ilk ikisi hökmən qurulmalıdır. Üçüncüyə həmişə sən sual qurursan. Qurur, qurmayın. Mən də bunun yox qoluna digər şərtini yazıram ki, digər şərtim nədir? X bərabərdir 7-yə. Hə deyəcəksən. Hə deyəcəksənsə bu nə olacaqdır? Y bərabərdir. X kubu üstəgələk 7. Bax, əsas məqam buradadır. Yox qolunda növbəti şərti qurmağa ehtiyac yaranmadı. Bəs yox qolunda nə yazmalıyam? Növbəti şərtin ödəndiyi zaman, belə deyək də, X 7-dən kiçik olan zaman ancaq hansı ifadə ilə tapılacaq? Y bərabərdir. X üstü 4 çıxaq 8. Uşaqlar, alqoritm ya buradan gələcək, ya buradan gələcək, ya buradan gələcək. Özünüz də görürsünüz ki, Y 3 dənə komanda vasitəsilə qiymət ala bilər. Və sonunda mən axtardığım Y funksiyasının qiymətini çapa verərək blok sxemi yekunlaşdırmış oluram. Uşaqlar, bunu Python'da necə quracaq? İlk öncə olaraq birinci X-ini daxil etmək üçün yenə X bərabərdir. Int input. Artıq uşaqların belə deyək, proqram yazanda ən çox xoşladıqları budur və bacara bildikləri. İndi görürsünüz ki, bu budaqlanan alqoritmdir. Heç bir dövrilik yoxdur. Növbəti şərti Python'da icra etmək üçün, budaqlanan alqoritmi icra etmək üçün sən nə yazmalısan? Yəni, bax, şərt operatorumuz nədir? If. If X böyükdürmü 7-dən 2 nöqtəni qoyuram. Aşağısında 4 boşluq qədər hər qolunda icra olunan Y bərabərdir. X kvadrat üstəgələk 5 komandasını yazırsan. İndi mənim sualıma cavab verin görək. Bir şərt blokunun yox qolunda olan növbəti şərt ifdirmi, yoxsa elifdirmi? Eyni səviyyədə yazılır. Ay sağ ol. El isə ifin birləşməsi. Əks halda əgər deyirik biz elə bir. Elə bir biz buna deyirik. Əks halda gəldik. Bu bir dənə də əgər var. El isə yazdım. Alışdırın uşaqlar. Üzümü sayın. Deməli nə yazırıq bura? Elif. Yenə elifin qabağında növbəti şərtimi yazırıq. X bərabərdir 7-yə. Buna da hə deyirəmsə də bunun hə qolundakı aşağıda 4 boşluq qədər Y bərabərdir. X kubu üstəgələk 7-ni yazıram. Amma görürsünüz ki, X bərabərdir 7-nin yox qolunda olan sadəcə bir komandadırsa, özdə yox qolundadırsa, bu elifin nəyidir? Elsidir. Və else komandasında da elsedən aşağıda 4 boşluq qədər Y bərabərdir X 4 çıxaq 8 komandasını yazılır. Və beləliklə, hamısının sərbəstində çap olunan dəyəri bunların sərbəstində olan print funksiyası vasitəsilə həyata keçirilir.